Salam dostlar, derslerimiz devam ediyor. Biz keçən dərsimizdə artıq adaptörü demək olar tam olaraq yazdıq və ekran görüntüsülərini baxın bu cür şəkildə aldıq. Artıq bunları aldıktan sonra bizim bir dənə lazım olan məlumat odur ki, biz bunları hər hansı bir data üzərində tıklayanda bir səhifədən digər səhifəyə keçid edə bilir. Dostlar, biz bunu eyni list view'da nə etmişdik? Details activity içərisində intentini yazmışdıq. Yəni biz artıq buradakı intenti ikinci səfər yazmaq və yaxud da ikinci səfər bunu qeyd etməyə ehtiyac yoxdur. Çünki biz burada intenti alırıq və içərisində veririk information açar kəlməsini. Və buna görə də artıq mən bir hissədən digər hissəyə data göndərmək üçün bax bu information'ın əsasında göndərəcəm ki, artıq yəni mən o datanı göndərəndə, məlumatı göndərəndə burada alıb oxuya bilsin. Və burada da eyni qaydada binding name textlərini qeyd etmişəm. Artıq buradakı bütün məlumatları məlumat göndərəndən sonra rahatçılıqla ala bilər. Bunun üçün yenə gəlirik bizim information adapterın içərisinə və intentin içərisində bir yerdən digər hissəyə dataları göndərmək üçün nə edirik? Put extra əmrindən istifadə edirik. Intenti yazıram və burada yazıram put extra və put extra yazanda dostlar, burada mənə baxın nə istəyir? İlk növbədə istəyir onun açar kəlməsi, yazıram information və ikincidə isə məndən nə istəyir? Baxın dostlar, əsas məsələ kodları oxumaqdır. Yəni kodları oxuyandan sonra artıq onun içərisində hər hansı işi görmək. Məsələn, biz indi burada göndəririk ki, hansı dəyəri göndərmək istəyirsən. Mən yazıram ki, information listin içərisində baxın göndərirəm get position. Yəni artıq buradakı mən məsələn position'ı hansı məsələn tıklandıqda onun içərisindəki dataları göndərə bilim. Və bunu yazdıktan sonra artıq proqramımızı run eləsəm, mən bir hissədən digər hissəyə çox rahat bir şəkildə gedə biləcəm. Baxın, Kansarayı tıkladım. Artıq digər ekranımız açıldı. Qız qalası tıkladım. Digər ekranımız açıldı. Əlincə qalası tıkladım. Digər ekranımız açıldı. Yəni mən artıq details ekran içərisində baxın ikinci kodu yazmağa ehtiyac olmadı. Artıq əlavə bir dəfə bax bu adapterləri bir dəfə yaratdınız ha. Ondan sonra artıq məsələn tutalım ki, sizin proqramınızda, application'ınızda 10 dənə scroll edilə bilən ekran var. Eyni qaydada baxın bu cür şablon şəkildə məndən sizə məsləhət, gələcəkdə də işlərinizin rahat olması üçün bax bunları həmişə edin. Bax bu hissəni şablon hissədə kopyalayın, bu hissəni. Bax kod hissəsini şablon hissədən kopyalayın. Bax bu standart bir formadır. Ola bilirsin ki, sizin hər hansı bir yadınızdan çıxa bilər, nəsə bir şey yaza bilməyəsiniz. Yəni artıq buradakı məlumatlar içindəsən, məsələn burada dəyişəni dəyişmək istəyirsən, adını dəyişəsən. Buradakı məsələn tutalım ki, klasın fərqlidir, buradakı klasın adını dəyişəsən. Və yoxud da ki, siz burada məsələn tutalım ki, mən information holder yazmışam. Siz burada məsələn başqa klas adı yazmaq istəyirsiniz, adını dəyişin. Yəni prinsip eynidir. Lakin, yəni məsələn adlar fərqli ola bilər. Burada məsələn əsas bilməyiniz lazım olan ondan ibarətdir ki, buradakı standart kodlar bu metodlardır ki, məsələn recycle view'dur, view holder'dır. Bunlar standart lazım olan kodlardır ki, artıq biz bunların içərisində adları, məsələn dəyişənləri dəyişərək istədiyimiz yerlərdə istifadə edə bilərik. Bu da sizin gələcəkdə istifadəniz üçün və yaxud da işinizin sürətli olması, hər dəfəsində bunu yazmayasınız. Məsələn bizim bundan sonraki dərsimiz permissionlar haqqında olacaq ki, icazələr haqqında ki, məsələn mən indi burada hər hansı bir datanı gətirib burada qeyd elədim və buradan götürdüm. Bu doğru bir şey deyil. Yəni biz Android Studio içərisində bu qədər datanı gətirib nətər deyim, yerləşdirə bilmərik. Bu doğru versiya deyil. Çünki bunu mən indi test edirəm ki, yəni sizlər ən azından recycle view nədir, list view nədir, onun haqqında məlumatlar öyrənəsiniz. Bundan sonraki dərslərimizdə o permissionlar haqqında məlumat verəcəm ki, artıq biz burada məsələn hər hansı bir rəsmin burada hissə olacaq, select image olacaq ki, yəni məsələn biz ora daxil olub artıq öz telefonumuzun qalerisindən yəni ora şəkil gətirəcəyik və həmin şəkili gətirdikdən sonra onun məsələn adı haqqında məlumatla tutalım ki, belə bir şey proqram yazarıq ki, məsələn səyahət proqramıdır. Məsələn siz hər hansı bir yerə getmisiniz, oranın şəkillərini çəkmisiniz və özünüzdə xatirə olaraq məsələn bir xatirə dəftəri kimi qeyd edirsiniz. Məsələn harda nə olub, məsələn öz ailəniz haqqında məlumatları, məsələn bir application yazarıq ki, yəni özünün ailəsi haqqında nə qədər istəsəniz məlumatları burada yazıb, həmçinin də SQL bazasını öyrənərik. SQL-də necə istifadə edilir? Yəni telefonunuzun öz məsələn biz shared preference haqqında ümumi məlumatlar vermişdik ki, shared preferencelər
müvəqqəti olan bir yaddaş üçün, ya hər hansı və yaxud da ki, qısa dataları yadda saxlamaq üçün nəzərdə tutulmuş bir metoddur. Lakin bu elə də məsələn tutalım ki, bizim böyük datalarımız olduğu zaman biz bundan istifadə edə bilmərik. Yəni o cür böyük datalar üçün nəzərdə tutulmur. Ona görə də SQL-dən istifadə edəcəyik ki, SQL nədir? İndi bu dəqiqə düzdür. Ən çox istifadə olunan Room database-dir. Room database də dostlar, eyni SQL bazasının üzərində işləyir. Yəni SQL üzərində yığılmış bir database-dir. Yəni biz SQL-i anlayandan sonra, SQL database anlayandan sonra Room database anlamağımız yəni 2 vur 2-dir. Həm orada kodlarımız çox sadədir, daha rahatdır, həm də ki daha sürətli işləyir. Room özü də məsələn bizim burada gələcəkdə dərslərimiz olacaq ki, coroutines-lər haqqında ümumi məlumatlar öyrənəcəyik, retrofit haqqında məlumat öyrənəcəyik, Elix, Java nədir, onlar haqqında məlumat öyrənəcəyik. Artıq bunları öyrəndikcə, ardıcıllıqlarla öyrəndikcə sizlər də özünüz istənilən bir proqramı, istənilən bir application-ı sərbəst şəkildə yaza biləcəksiniz. Sadəcə məsləhətim, tələbim ondan ibarətdir ki, ilk öncə dərsləri dönə-dönə baxın. Yəni bir dəfə baxdım, bilirəm deyib keçməyin ki, bunu bilirdim. Baxın, məsələn, baxın, o videoya baxdınız, tam olaraq bağlayın, həmin application-ı özünüz yazın. Özünüz bir dəfə yazın, 2 dəfə yazın, 3 dəfə yazın. Yəni baxmadan burada nə etdik? Birincisi, məsələn, tutalım ki, biz nə etdik? Birinci biz dizayn hissəsini yaratdıq. Dizayn hissəsini yaratdıktan sonra özümüzdə, beynimizdə plan qurduq ki, məsələn, harda nə işlər görəcəyik? Məsələn, ilk öncə gördük ki, məsələn, tutalım ki, bunların adaptörünü yaratmalıyıq, hər hansı bir. Yəni simmetasını qurun proqramı. Simmetasını qurduqdan sonra artıq içərisində, yəni həmin hərəkətləri onun əsasında gedin. Yəni mənəm deyən proqramist də beynindən oturub saatlarla proqram yazmır. O da qabağın qarşısında bir dəftər olur ki, məsələn və yaxud da bir qeyd yeri olur ki, məsələn mən burada məsələn bu işləri, bu günlərin bu işləri görəcəm, bu səhifəni yığacam və yaxud da bu işi görə. Və həmin işə görə də birincisi planlaşdırır ki, məsələn hansı kodlardan istifadə edəcəm, nədən istifadə. Yəni o ardıcıllığı beynində qurur, həmin dəftərə yavaş-yavaş yazır və artıq proqramın qarşısında oturanda, yəni onu yazmağa start verəndə sərbəst şəkildə məsələn harda nə etməlidir, harda necə etməlidir və onları başlayır yazmağa. Bizlər də, yəni neçə il mütəxəssisləri də istəyir, məndən də çox, indi mən yəni müəyyən vaxt işləyirəm. Yəni məndən də 50 ilini yəni sərf eləyən, yəni zamanını ayıran insanlar var ki, həmin insanlarda, baxın dostlar, internetdən, bugünkü gündə məsələn internetdən və yaxud da o ChatGPT-dir, məsələn digər DeepSeek-dir, yəni bunlardan istifadə edirlər. Yəni siz də onlardan istifadə etməyə öyrənin. Onlar eyib bir şey deyil. Yəni sadəcə əsas səbəb nədir? Siz onu məsələn tutalım ki, siz oradan hər hansı bir sual yazanda ki, məsələn bu nədir? Oradakı şeyi kopyalayıb yazmayın. Özünüz əlinizlə yazın. Bir dəfə, 2 dəfə baxdınız, onu qeyd edin, beyninizdə fikirləşin, yadınızda saxlayıb onu yazın. 1-2 artıq əlinizdə öyrəşəcək, həmin kodları rahatçılıqla yazacaqsınız. Yəni birdən-birə nə isə öyrənmək qeyri-mümkündür. Və sizlərdən bir xahişim, kanalda baxım sayı çox zəifdir. Abunəçi sayı demək olar, yəni yox vəziyyətindədir. Yəni kanal həqiqətən də yəni ölü bir kanaldır. Yəni mənim əsas məqsədim odur ki, bax bunlara siz pulsuz, yəni heç bir xərc ödəmədən bu şeyləri öyrənirsiniz. Amma ki mən yəni belə deyək də kanalda o baxım sayı az olduğuna görə, hərəkətlik az olduğuna görə və heç bir yerdə kommentlərdə yazmırsınız, fikirlərinizi bildirmirsiniz, yaxşı pis onları qeyd etmirsiniz. Ən azından hər bir dərs aşağısında öz kommentlərinizi yazsanız, kanalda istər-istəməz canlanma olacaq. Daha çox insanlar üçün məsələn əlavə tutalım ki, insanlar daha çox baxacaq. Yəni bir dənə istəyim də ondan ibarətdir ki, sizlər kanala dəstək olması üçün, və yaxud da ki, mənə dəstək olması üçün kanalda yəni ən azından hər bir dərs haqqında öz fikirlərinizi qeyd eləyəsiniz. Dostlarınızla kanalı paylaşın. Məsələn öz və yaxud da telefonunuzda məsələn imkan varsa WhatsApp-ınızda bir paylaşma eləyin. Yəni bu cür məsələn tələbələr varsa bunlar eləsinlər. Yəni nə qədər çox insan daha çox qoşulma olarsa, məndə də motivasiya yaranar və daha çox dərslər yazmağa həvəsli olaram. Bugünkü dərsimiz bu qədər. İnanıram ki, sizlər üçün xeyli məlumat vermiş oldum və bundan sonra artıq bizim Kotlin baza dilində demək olar ki, biz baza dilinin əksər hissələrini öyrənmişik. Sadəcə bizə qalıb retrofit, yəni internetdən dataları necə çəkə bilərik və yaxud da ki, Room'dur, SQL'dir, yəni öz telefonumuzda dataları necə yadda saxlaya bilərik və yaxud da ki, sinxron olan proqramlaşdırma, məsələn, biz asinkron işlərdən məşğul olacağıq ki, məsələn, proqramımızın ekranı, bax bu ekran donmadan
arka planda işlənməsi olsun. Bunun üçün coroutines'dən istifadə edəcəyik. Yəni bu şeyləri artıq gələcək dərslərimizdə ardıcıl olaraq istifadə edəcəyik. Dərsimizi bəyəndinizsə like etməyi unutmayın. Sağ olun. Gələn dərs görüşənədək.